Salamlar, əziz bürc sevərlər. Həftə sonuna qədəm qoyduğumuz bu gözəl 26 iyul günündə ulduzlar bizə nələr vəd edir? Gəlin, şənbə gününün abu-havasına birlikdə nəzər salaq. Qoç. Əziz qoçlar, həftəni arxada qoymağın verdiyi o yüngüllüyü tam iliyinizə qədər hiss edəcəksiniz. Bu şənbə günü enerjiniz sanki yenidən formatlanıb. Uzun müddətdir təxirə saldığınız o fiziki fəaliyyətlər, idman və ya təmiz havada gəzinti üçün əla bir gündür. İş həyatının gərginliyini tamamilə unudun və bu günün dadını çıxarın. Günün ortasında qarşınıza çıxan gözlənilməz bir fürsəti dəyərləndirməkdən çəkinməyin. Axşam saatları isə tamamilə sevgi və əyləncə üçün ayrılıb, sevdiklərinizlə bir araya gəlmək sizə inanılmaz dərəcədə yaxşı təsir edəcək. Buğa. Dəyərli buğalar, həftə sonu sizin üçün əsl hüzur limanı deməkdir. Bugün özünüzü hər zamankından daha dinc və rahat hiss edəcəksiniz. Evinizdə, ailənizin və ya yaxın dostlarınızın əhatəsində olmaq sizi çox xoşbəxt edəcək. Bəlkə də yarımçıq qalan ev işlərini və ya çoxdan bəri bişirmək istədiyiniz o dadlı yeməyi hazırlamaqla məşğul olasınız. Maddi məsələlərdə biraz ehtiyatlı olun, xüsusən də alış-veriş edərkən. Axşam saatlarını rahat bir kresloda, gözəl bir kitab və ya musiqi ilə keçirmək sizin ruhunuzu tamamilə təzələyəcək. Əkizlər. Şən və yerində durmayan əkizlər. Bu şənbə günü sanki sizin üçün yaradılıb. Sosial aktivliyiniz ən yüksək zirvədədir. Dostlardan gələn zənglər, məclislərə dəvətlər və yeni tanışlıqlar gününüzü çox rəngarəng edəcək. Sizin o şirin diliniz və hazır cavablığınız hər kəsi heyran edir. Ancaq biraz diqqətli olun, hər dəvəti qəbul etməyə çalışarkən öz enerjinizi də tükətməyin. Axşam saatlarında qısa bir gəzinti və ya sadəcə dostlarla edilən şən söhbətlər sizin o bitib tükənməyən enerji ehtiyacınızı tamamilə ödəyəcək. Xərçəng. Həssas və qayğıkeş xərçənglər. Bu şənbə günü sizin üçün biraz daha daxilə yönəlik və sakit keçəcək. Özünüzlə baş-başa qalmaq, hisslərinizi saf çürük etmək və ruhunuzu dincəltmək üçün əla vaxtdır. Ailənizə və evinizə olan bağlılığınız bugün yenə ön plandadır. Bəlkə evdəki bitkilərlə məşğul olmaq və ya sakit bir mühitdə yaradıcı işlərlə uğraşmaq sizə çox xoş gələcək. İntuisiyanızın sizi yönləndirməsinə icazə verin. Axşamı sevdiklərinizin yanında isti və mehriban bir atmosferdə keçirmək bütün həftənin gərginliyini yuyub aparacaq. Şir. Möhtəşəm şirlər. Günəş sizin dövrünüzdə parlayır və şənbə gününün bütün abu-havası tam olaraq sizin xeyrinizədir. Bugün özünüzü həmişəkindən daha cəsur, daha parlaq və daha özgüvənli hiss edəcəksiniz. İstər dostlar arasında, istərsə də ictimai mühitdə bütün diqqət məhz sizin üzərinizdə olacaq. Yaradıcı potensialınız çox yüksəkdir, bunu dəyərləndirin. Axşamı özünüzü xüsusi hiss edəcəyiniz bir məkanda, dəbdəbəli və əyləncəli bir mühitdə keçirmək sizə çox yaraşacaq. Siz həyatın dadını çıxarmağı çox yaxşı bacarırsınız. Qız. Zəhmətkeş və mükəmməllikçi qızlar. Həftəni biraz yorğun bitirsəniz də, bu şənbə günü özünüzə vaxt ayırmaq üçün əla fürsətdir. Detallar içində boğulmaq əvəzinə biraz nəfəs alın və rahatlayın. Sizin o analitik zəkanız bugün də dinc durmur, amma bəlkə bunu evdə nəsə düzəltməyə və ya səliqəyə salmağa yönəldəsiniz. Bu sizə həm rahatlıq verəcək, həm də faydalı olacaq. Axşamı çox səs-küylü olmayan, daha sakit və dinc bir mühitdə kitab oxuyaraq və ya maraqlı bir sənədli film izləyərək keçirmək sizin üçün ən yaxşısıdır. Tərəzi. Zərif tərəzilər, bugün tarazlıq və estetika sizin üçün hər şeydir. Şənbə gününü özünüzə gözəllik qatmağa həsr edin. Bəlkə özünüzü biraz şımardıb gözəllik salonuna gedəsiniz, bəlkə də mağazalarda zövqünüzə uyğun kiçik bir yenilik edəsiniz. Sizin o diplomatik yanaşmanız və xoş münasibətiniz dostlar arasında çox sevilir. Axşamı gözəl bir məkanda, xoş musiqi və səmimi dostlarla keçirmək sizin üçün tam bir enerji mənbəyi olacaq. Həyatın gözəlliklərini görmək və yaşamaq sizin ən böyük haqqınızdır. Əqrəb. Dərin və sirli əqrəblər. Bu şənbə günü sizin üçün biraz daha daxili dünyanıza fokuslanmaq zamanıdır. İnsanların çoxluğu əvəzinə bəlkə də bir və ya iki çox yaxın dostunuzla dərin və mənalı söhbətlər etmək sizə daha xoş gələcək. İntuisiyanızın bugün də çox güclü olduğunu hiss edəcəksiniz.
Yaradıcılıq potensialınız gizli də olsa yüksəkdir. Axşamı sakit və təmkinli bir mühitdə özünüzlə baş-başa qalaraq və ya çox güvəndiyiniz birinin əhatəsində keçirmək sizin üçün ən doğrusudur. Ox atan. Azad ruhlu ox atanlar. Şənbə günü sizin o macəraçı tərəfiniz yenidən oyanır. Şəhərdən kənara çıxmaq, təbiətdə gəzmək və ya heç görmədiyiniz bir yerə getmək üçün əla vaxtdır. Optimist baxış bucağınız hər kəsi özünə çəkir, dostlarınız sizi görməyə can atır. Yeni insanlarla tanış olmaq, fərqli mədəniyyətlər haqqında söhbətlər etmək sizə böyük zövq verəcək. Axşamı şən bir mühitdə gülüş və əyləncə ilə keçirmək sizin o bitib tükənməyən enerji ehtiyacınızı tamamilə ödəyəcək. Həyat sizin üçün hələ çox kəşf edilməyə dəyərdir. Oğlaq. Ciddi və məqsədyönlü oğlaqlar. Həftənin yorğunluğunu çıxarmaq üçün bu şənbə günü özünüzə biraz güzəştə gedin. İş və məsuliyyətlər bir kənara, indi dincəlmək vaxtıdır. Ailənizlə və ya çox yaxınlarınızla bir araya gəlib sakit bir süfrə arxasında söhbət etmək sizə çox yaxşı gələcək. Bəlkə də çoxdandır görmədiyiniz bir qohuma baş çəkmək yaxşı bir fikir olar. Axşamı sakit və rahat bir mühitdə növbəti həftə üçün enerjinizi toplayaraq keçirin. Sizin əməyiniz və intizamınız hər zaman dəyərlidir, indi isə özünüzə dəyər vermək vaxtıdır. Dolça. Yenilikçi dolçalar. Bu şənbə günü sizin o fərqli ideyalarınız yenə qaynayır. Bəlkə bugün dostlarınızla bir araya gəlib gələcək planları, yeni texnologiyalar və ya maraqlı sosial layihələri müzakirə edəsiniz. Sizin o qeyri-adi baxış bucağınız həmişə çox maraqlıdır. Sosial mühitlərdə özünüzü çox rahat hiss edirsiniz. Axşamı özünüzü inkişaf etdirəcək maraqlı bir fəaliyyətə və ya dostlarla dərin, fəlsəfi söhbətlərə həsr edin. Sizin dünyanız həmişə kəşf edilməyə dəyərdir və bugün bunun üçün əla vaxtdır. Balıq. Xəyalpərəst və mərhəmətli balıqlar. Bu şənbə günü daxilinizdəki o rəngarəng dünyanı kəşf etmək üçün əla vaxtdır. Yaradıcılıq enerjiniz yüksəkdir, bəlkə nəsə yazasınız, çəkəsiniz və ya sadəcə musiqi ilə baş-başa qalaraq dincələsiniz. İnsanlara kömək etmək istəyiniz bugün də çoxdur, amma öz mənəvi sərhədlərinizi də qoruyun. Axşamı suyun, sakitliyin və ya təbiətin bəxş etdiyi hüzurda özünüzlə baş-başa qalaraq keçirmək bütün yorğunluğunuzu yuyub aparacaq. Sizin daxili dünyanız çox gözəldir, onu qoruyun və bugünün dadını çıxarın. Ulduzların bu şənbə günü üçün pıçıltıları bunlardır. Həftə sonunuzun dinc, xoşbəxt və bol enerjili keçməsini diləyirik. Hələlik.